Rəqsanə, buyur, söz səndədir. Bəli, Çinarə, vurğuladığın kimi Bakının baş planına uyğun olaraq hazırda bir sıra istiqamətlərdə köhnə mənzillərin söküntüsü işləri aparılır və təbii ki, bununla əlaqəli olaraq tikinti şirkətləri ilə həmin evlərin, mənzillərin sahibləri arasında əlaqə yaranmalıdır və bu zaman onlara müəyyən bir məbləğ təklif olunur ki, sakinlər həmin məbləğdən narazı olduqları zaman, çünki bilirik ki, mənzillərin qiyməti durmadan artır, bu məbləğ, təklif olunan məbləğ onları qane etmədikdə aralarında narazılıq yaranır və belə olan halda da indiki məqamda gündəmə gəlir məhz elə bu məsələ ki, sakinlərlə tikinti şirkətləri arasında olan münasibət. Çünki nə qədər məbləğ təklif olunmalıdır, nəyə əsasən təklif olunmalıdır, bu suallar gündəmə gəlir və bəzən cavabsız qalır. Elə biz də məhz bu suallara cavab tapmaq üçün hazırda qonağın daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevə üstacıyıq. Xoş gördük Elnur bəy. Əslində bu məsələ nə cür tənzimlənməlidir? Kompensasiya təklif edilən zaman nələr diqqətə alınmalıdır və sakinlərin indiki məqamda narazılığı əslində haqlı hesab oluna bilər. Çünki mənzillərin qiyməti durmadan artır. Bunu nəzərə almalıdırmı həmin o tikinti şirkətləri? Artıq 2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çox mənzilli yaşayış binaları və fərdi yaşayış evlərinin söküntüsü prosesi gedir ki, bu işdə daha çox fəal olan özəl tikinti şirkətləridir. Tikinti şirkətləri hər hansısa bir yaşayış məntəqəsini sökərkən həmin ərazidə yaşayan sakinlərə tikəcəkləri yeni tikili binadan mənzillər təklif edirlər ki, şirkətin verdiyi mənzillər vətəndaşın mənzilindən ümumi sahəsi daha geniş, tam təmirli və evləri sökülüb vətəndaşa yeni mənzil verilən günə qədər ortalama 3 il müddət kirayə və kiosk xərcləri tikinti şirkətləri tərəfindən qarşılanır. Bəzi hallarda tikinti şirkətləri vətəndaşlara mənzillər verməkdən imtina edir. Yəni, tikiləcək ərazi artıq mənzil üçün, çox mənzilli binaların inşası üçün nəzərdə tutulmur. Başqa bir tərəfdən isə bir çox hallarda sakinlər belə onlara mənzilliyə kompensasiya olaraq pul ödənməsini tələb edirlər. Tərəflərin narazılıqları bəzən uzun müddət çəkir və məhkəmə prosesinə çevrilir. Vətəndaşa təklif olunan məbləğ və yaxud vətəndaşın tikinti şirkətindən əldə etmək istədiyi məbləğ əgər bazar dəyərinə uyğun deyilsə, bu zaman onlar qiymətləndirmə şirkətinə müraciət edə bilərlər və yaxud bu tip məsələlər məhkəmə qaydası ilə öz həllini tapır. Məhkəməyə müraciət etdikdə məhkəmə tərəfindən həmin əmlakın qiymətləndirilməsi ilə bağlı rəsmi fəaliyyət göstərən qiymətləndirmə şirkəti yönəlir. Qiymətləndirmə şirkətinin təyin etdiyi qiymət artıq bazar dəyərinə uyğun hesab olunur. Başqa bir tərəfdən isə vətəndaşların onların mənzillərinə təyin olunmuş qiymətlərlə bağlı hər hansısa bir narazılıqlar varsa, bu zaman vətəndaşlar Azərbaycan Qiymətləndiricilər Palatasına müraciət edə bilərlər ki, Qiymətləndiricilər Palatasında həmin qiymətin düzgünlüyü müəyyən olacaq. Elnur bəy, bir sual vermək istəyirəm. Deməli, bundan bir müddət əvvəl Binəqədidə ərazi plana düşmüşdü və onun üçün 1300 manat bu civarda məbləğ təklif olunurdu və hər kvadrat metrə uyğun. Amma nəzərə alsaq ki, oradakı evlərin kvadrat metri də balacadır və insanlar ev tapmaqda çətinlik çəkə bilər həmin qiymətə. Bəs belə olan halda nəzərə alınırmı? Yəni, indiki məqamda evlərin baha olmağı, yəni buna da qısa cavab verərsiniz, zəhmət olmasa? Təbii ki, evlər sökülərkən həmin evin bazar dəyəri nəzərə alınır və bundan əlavə vətəndaşa ödənilən kompensasiya həmin əmlakın bazar dəyərindən 20% daha çox olmalıdır. Yəni, vətəndaş əgər öz evindən çıxırsa, ona ödənilən kompensasiya onun digər xərclərini qarşılamalıdır deyə əmlakın bazar dəyəri bir qiymətləndirilir, əlavə olaraq vətəndaşa əmlakın bazar dəyərindən 20% artıq kompensasiya ödənilməlidir. Təşəkkür edirəm informasiyaları bizə tamaşaçılarımızla paylaşdığınız üçün. Beləliklə, son günlərin ən aktual məsələlərindən biri ilə bağlı suallarımıza cavabı qonağın vasitəsilə əldə etdik. Çünki indiki məqamda bilirik ki, bir çox ərazilərdə hazırda mənzillər plana düşür, müəyyən parklar salınır, yəni parkların salınması üzrə iş görülür və eyni zamanda yeni mənzillər, çox mərtəbəli mənzillər tikilir ki, belə olan halda da sakinlər və həmin o şirkətlər arasında narazılıq yaşanır və elə suallarımıza cavabı əldə etmiş olduq. Amma indiki məqamda təbii ki, mənzillərin qiyməti də durmadan artır. Hər nə qədər təklif olunsa da, indiki məqamda ev tapmaqda təklif olunan pula bir qədər çətindir. Ümid edirik ki, bundan bağlı da hansısa bir layihələr və yaxud da qanunvericilikdə yeni təkliflər irəli sürülər. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə ətraflı şəkildə çatdırdığına görə, həm də vətəndaşların bu probleminə diqqət çəkdiyin üçün.